canın zadı da hamısı yerindədir. Onu pul verib qıldırtırma düzgündür. Şəriətdə niyabət, diqqət edin, bölünür iki hissə. Bəzi məsələlər var ki, onu şəxs diri ola başqası eləyə bilər. Bəzi məsələlər var ki, şəxs diri ola onu başqası eləyə bilməz. Məsələn, atam dünyasını dəyişib. Mənim xəbərim yoxdur. Bir nəfər götürdü, onu şəriət yolu ilə dəfn elədi. Ata mənimdir də, onun deyir ki, mənim boynumdan nədir? Bu məsələ düşdü, götürüldü. Mən atamı çıxardıb, təzədən bir daha kəfən elə, qusul elə, hənut elə, namazın qıl. Yox, mən oğluyam, gərək mən bu işləri görəm, aparım, bastırım, ehtiyac yoxdur. Bir nəfər onu düzgün qaydada dəfn elədisə, təzədən mən evlad tərəfindən və yaxud qardaşı tərəfindən, atası tərəfi, heç bir qohum tərəfindən təkrara ehtiyac yoxdur. Hamısı da diridir. Və yaxud həc mövsümündə olan, demək olar, əksər əməllər. Qurban kəsməliydim mən özüm. Qurbanı özüm kəsmirəm, kim kəsir? Kim kəsir? Kim kəsdirib? Kim özü kəsib? Heç. Qəssab kəsir. Amma şəxsin özü kəsməlidir. Onu vəkil eləyirsən, niyabət verirsən, o bu işi sənin yerinə yetirir. Və yaxud təvaf-ı nisa yaddan çıxıb. Təvaf-ı nisa həcdə elə bir əməldir ki, onu yerinə yetirməsə, subaydısa evlənə bilməz, evlidirsə halal həyat yoldaşı ona olacaq haram, ta o təvaf-ı nisa yerinə yetirilənə qədər. Cəng vurursan buradan və yaxud buradan kimsə həccə gedirsə, sənin yerinə bu əməli Kəbə evinin ətrafında olan bir şeydə eləyir, sənin boynundan nədir? Bu yük götürülür. Amma bəzi məsələlər var ki, sən diri ola onu sənin əvəzində heç kim eləyə bilməz. Məsələn, sübh namazı. Sübh namazını, qardaş, mən sənin əvəzində qılmışam, sən yatmışdın. Sən ehtiyac yoxdur bu işi görəsən. Olmaz. Və yaxud, məsələn, sənin əvəzində dəstəmaz almışam, soyuqdur. Sən eləmə, mən sənin əvəzində 2 dənə dəstəmaz almışam. Yenə də olmaz. Nə qədər şəxs özü diridirsə, özü də dəstəmazını alacaq. Və s. ilə axır. Müəyyən hökmlər var ki, şəxs o başqası eləsə onun boynundan düşmür və müəyyən hökmlər var ki, başqası eləsə onun boynundan düşür. İndi sizin məsələniz nədir? Mənimki odur ki, sağlamdır, belində qəzası var. Özü qılmır, başqasını qılmır. Olmaz. Şəxs nə qədər sağdırsa, orucdur, namazdır, hamısını özü eləyəcək. Əgər dünyası hətta xəstə olsa belə, xəstədir, mədəsini kəsib götürüblər, adam oruç tutamır və yaxud yüksək bir şəkəri var. Bu oruç tuta bilməz də bu adam. Yenə də dünyasını dəyişməyənə qədər kimsə onun əvəzindən oruc qəzası eləyə bilməz. Necə? O heç, deməli, fidyə mövzusu başqa məsələdir, o orucluqda Allah qorusun. Başqa sual varsa buyurun.